Salam hörmətli müəllimlər, bu gün sizlərə TAYM 2025-ci il test bankından quantifiers mövzusunu izah edəcəyəm. Birinci sual. Find out the appropriate option bizdən düzgün variantı seçimi istəyir. Having been invited to a friend's wedding, I decided to buy a new outfit. I had sweets, cəm isim gəlib, already bought them, also həmçinin cəmlərə işarə edir. Were xəbərdə cəmdədir. Suitable for such an occasion. Baxırıq ki, birinci tərəfimizdə bizə cəm isimlə işlənən kəmiyyət bildirən söz lazımdır. Birinci tərəfin hamısı işlənə bilər. A lot of, lots of, plenty of, a few. Hamısı işlənə bilər. Digər tərəfdə isə plenty-nin of-u yoxdur. Both of them were, of yoxdur. Neither of-un xəbəri bilirik ki, tək olur, ona görə yoxdur. Plenty of them were suitable. None of them were suitable. Gəlin baxaq. Əgər birinci tərəfdə deyir ki, I had plenty of suits already bought. Bought bizə deyir ki, bir tərəfi təsdiq, bir tərəfi inkar olmalıdır. Ona görə də plenty of getdi, yerdə qaldı D variantı. I had plenty of suits already, but none of them were suitable for such an occasion. İkinci suala baxırıq. İkinci sualda the internet is increasingly important means of communication. Bildiyimiz kimi means təki cəmi eyni olan isimdir. Buna görə də biz diqqətli oluruq ki, söhbət nədən gedir? Əlbəttə ki, internetdən gedir. İnternet deyir, vacib ünsiyyətin artan vacib növlərindən biridir, növüdür. Ona görə də burada internet tək olduğu üçün biz də means-i tək kimi götürməliyik. Buna görə də burada an important means of communication olmalıdır. Bir səhvdir. Another means of preventing further flooding would be to deepen the riverbed. Bəli, burada analizədən sonra biz means təki cəməyin olduğuna görə düz götürə bilərik. Düzdür, burada problem yoxdur. Depredation of the environment is destroying lots of species. Species da bilirik ki, təki cəmi eyni olan isimdir. Lots of-la işlənə bilər. Bəli, düzdür. Many plant and animal species, yenə də many-dən qərar alırıq ki, burada species cəmdə götürülüb, ona görə də xəbər cəmdədir. Bəli, bu da düzdür. Ona görə də bir dənə səhv variantı 1-dir. Only one D variantı düzgün cavabdır. Üçüncü sualımız find out the appropriate variant. Uyğun olan variantı bizdən istəyir. Nowadays, people who enjoy reading newspaper is less than that of 50 years ago. Burada biz baxırıq ki, people cəm isimdir, lakin xəbər təkdədir. Yəni cəmi özündən sonra cəm isim götürüb xəbəri təkdə olan kəmiyyət bildirən söz bizə lazımdır. Ona görə də A variantı a large quantity olmaz. Many cəm isim olsa xəbərdə cəm olur. A great deal sayılmayan isimlə işlənir. Several da həmçinin cəm isim, cəm xəbər istədiyi üçün bizim cavabımız D variantıdır. İkinciyə də baxaq. The nurse visited him every few minutes. Bu da düzdür, çünki cəmdə olan isimdir, uyğun gəlir. Dördüncü sualımız find out the appropriate option for the sentence given below. Bizdən yenə düzgün variantı istəyir, uyğun olan istəyir. He is an expert on language, but he knows about English. Baxırıq ki, very little uyğun gəlir, saxlaya bilərik. Few bilirik ki, cəm isimlərlə işlənir, cəmə işarə etməlidir. Burada bilikdən danışılır. A little da saxlaya bilərik. Several yenə cəm isimlə işlənir. Much da yenə uyğun gəlmir, ona görə ki, deyir ki, he is an expert on language, o dillər üzrə ekspertdir. Lakin olduğuna görə ekspertdirsə bizə mənfi bir məna bildirən söz lazımdır. Ona görə E variantı da getdi. Qaldı bizdə A-la C variantı. A-C. İkinci tərəfə baxaq, ikinci cümləyə. The vocabulary list had been memorized by of the students. Burada of-la işlənən a little of-la every of-la işlənmir. Ona görə C variantı da getdi. All düzgün variantı. All of the students and each one scored over 80% on the exam. Ona görə də cavabımız A variantıdır. Beşinci sual find out appropriate variant for the sentences given below. Yenə bizdən düzgün variantı istəyir.
Ona görə də baxırıq. Of his colleagues knew that he was getting married. Burada bizdə cəm isim olduğuna görə only a little olmaz. Çünki a little of işlənə bilər də sayılmayan isimdən. Many ola bilər. Many of his colleagues ola bilər. Only a few ola bilər. Saxlayırıq C variantı. Much yenə olmaz. Sayılmayan işlənir. Lots of his colleagues o da saxlaya bilərik. Baxırıq ikinci tərəfə. During my first week at work I spent of my time. Yenə sayılmayan isimdən söhbət getdiyi üçün. Biz ikiyə baxırıq. Quite a few olmaz. Çünki B variantında a few bilirik ki sayılan cəm isimə aiddir. Yenə də C variantında much of my time uyğun gəlir, amma E variantında few yenə də sayılan cəm isimlərlə işləndiyi üçün variantımız C-dir. Only a few of his colleagues knew that he was getting married. İkinci tərəfdə də during my first week at work I spent much of my time covered in answering phone calls. Ona görə də cavabımız C variantı. 6-cı sualımız find out the appropriate variant. Burada yenə bizdən uyğun cavabı istəyir. I really want to know what kind of feeling it is to have a relative that hates you too. Deməli, baxırıq birə. Too many, hate you, too many. Bilirik ki, many cəm isimlərlə işlənir. Ona görə də uyğun gəlmir. Çünki burada zərfin dərəcəsindən biz danışırıq. To'dan sonra a little olmaz. Too much, to'dan sonra enough olmur. C və E variantını biz saxlaya bilərik. Çünki too much ola bilər. İkinci tərəfə baxırıq. Yəni ikinci cümlə. We had room. Room burada sayılmayan isim kimi. Yəni yer mənasında işlənir. So none of us had any problems with accommodation. Ona görə də baxırıq ki enough room olar. Many room olmaz. Many'dən sonra cəm isim gələrdi. Ona görə də cavabımız C variantıdır. 7-ci sual find out the appropriate variant for the sentence given below. Yenə bizdən burada uyğun variantı istəyir. Science have hope. Burada bilirik ki hope sayılmayan isimdir. Ona görə də birinci tərəfə buradakı variantların hamısı uyğun gedə bilər. İkinci tərəfə baxırıq. I am afraid you have to repeat it again. Təəssüf edirəm ki sən bunu təzədən təkrarlamalısan. I paid attention da sayılmayan isimdir. Lakin əgər yenidən təkrarlamalıdırsa ona çox da diqqət yetirməyib. Ona görə də a little attention biraz diqqət yetirdim. Much çox diqqət yetirdim. A great deal a huge amount of ikisi də çox deməkdir. Ona görə də E variantı bizdə uyğun gəlir. Very little çox az diqqət yetirdim. Cavabımız E variantı. Növbəti sualımız 8-ci sualdır. Find out the appropriate variant for the sentences below. Burada uyğun variantı istəyir. Elder people's pulse. Burada baxırıq ki bizdə təyin ediləcək söz people'dır və bu people sözü də cəmdə işlənib. Ona görə variantlara baxırıq. Hansılar ki cəmlə işlənə bilməz. İç əlbəttə ki işlənə bilmir. Çünki içdən sonra tək isim gəlməlidir. Ona görə A variantı gedir. Digər variantları biz işlədə bilərik. Keçdik ikinci cümləyə. It will be advisable to quit alcohol and smoking. Alcohol and smoking bilirik ki sayılmayan isimdir. Ona görə də sayılan isimlərlə işlənə biləcəkləri biz yenə də çıxırıq. A number of-dan sonra cəm isim gələr. Ona görə də E variantı da getdi. B, D and və E variantlarını saxlayırıq. Biz B variantı da ona görə çıxa bilərik ki, N adətən negativ sözdən sonra gəlir, inkarlıq bildirən sözdən sonra gəlir, cümlə əvvəlində gəlmir. Ona görə də B variantını çıxırıq və bizdə qalır all, hər iki tərəf all, most və all, hansı ki most və no olan variantlardan birini götürə bilərik biz və bu da bizə tərcüməyə fikir veririk. No elder people's pulse rate is less than 2 beats per second. Heç bir yaşlı insanların nəbzi saniyədə 2 dəfədən azdır deyə bilməyəcəyimizə görə bizdə most olur. Əksər yaşlı insanların olduğu üçün cavabımız D variantı uyğun gəlir. 9-cu sualda in which of the sentences below is the quantifiers correctly used? Düzgün quantifiers'ın düzgün işləndiyi variantı bizdən istəyir. A variantı even people who don't have any money for artistic
entertainment see the display because it is free. Burada bizdə quantifiers any'dir və biz bilirik ki, any inkardan sonra işlənir və money sailməyən isimdir. Bəli, düzdür. Belə düzgün variantımız A-dır. B variantı out of all the students Jane usually ask the most of most of the questions. Burada Z olardı. Ona görə bu səhvdir. Most of the people olardı ya da most people olardı. Ona görə bu da səhvdir. Axıra qədər oxumağa ehtiyac qalmadı. January is a cold and dreary month in the northern states and there is few sunshine. Sunshine sailməyən isimdir. Few ilə yox, little ilə olardı. Ona görə D variantı da səhvdir. E variantı in one survey researchers found that students cited non-money. Yox, no-ondan sonra isim gəlməz. Ona görə də düzgün cavabımız A-dır. 10-cu sualımız in which of the sentences below is the quantifier wrongly used? Yəni səhv istifadə olunub. Most people have a little trouble using currency in a foreign country for a few days. After they first arrive, most people, bəli, most üstəgəl cəm isim, a little trouble, bəli, sailməyən isim, few üstəgəl days, bəli, bu düzgün variantdır. Several of my friends and I have several, bəli, cəm isimlə işlənib, and I have volunteered to clean up the litter left on the school grounds by soulless students. Bu da düzgündür, bu da səhv yoxdur. There is nothing I like better than a good book, but I haven't done much reading. Much üstəgəl sailməyən isim, bu da düzgündür. D variantı my mother always told me that any dream is any üstəgəl. Burada istənilən mənasında işlənib və dreamlə düzdür. Worst person if I know in my heart it is what I want to do. Bəli, düzgün variantdır. Square dancing is a traditional folk dance in the United States. All we had a lot of fun olardı. Learning to square dance at the party. Burada of olmalıydı. Ona görə də bu variant səhv. Yəni bizə lazım olan variantdır. Növbəti sualımız find out the correct phrase or phrases. A great deal of money. Bəli, bu düzgündür. A huge amount of fresh water. Bəli, a huge amountdan sonra sailməyən isim gəlir. A good many years. Bəli, years olmalıydı burada. Çünki many'dən sonra cəm isim gələr. Many a day. Many'dən sonra bəli, əgər many əvvəldədirsə, sonra article yazılıbsa, orada tək isim gələr. Bəli, bu da düzgündür. Ona görə də cavabımız D variantıdır. 12-ci suala baxırıq. Find out the correct variant. Baxırıq ki, düzgün variantı bizdən istəyir. Deer escaped from the cage left unlocked last night and so far only of them has been found. Burada bizdə bir dənə ikinci tərəfimizdə baxırıq ki, xəbərimiz təkdədir və deer bilmirik burada təkdir yoxsa cəmdir, çünki bizə heç bir göstərici yoxdur. Several, most deer dolar, a few deer dolar, lakin only'dən sonra bilirik ki, biz a few olur və a few-nun da xəbəri cəmdə olacağına görə few-ları da biz çıxırıq. Two of them olsaydı yenə xəbəri cəm olardı. Enough of them olsaydı yenə də xəbəri cəm olardı. Kifayət qədər, ona görə də cavabımız A variantı. One of them has been found. Çünki xəbər təkdə olduğuna görə bizə də one uyğun gəlir. Cavabımız A variantıdır. Yəni several deer escaped from the cage left unlocked last night and so far only one of them. Növbəti sualımız 13-cü sualdır. In which of these sentences below is the quantifier used correctly? Bizdən düzgün işlənən istəyir. The most of coastal cultures developed the canoe. Bildiyimiz kimi the mostdan sonra sifət gələrdi. Ona görə bu hissə səhvdir. But there are many variations olardı. Ona görə də səhvdir. Nike and Apple have both invested a lot of money. Bəli, both invested düzdür. Birbaşa
isimsizdə işlənə bilər. A lot of üstəgəl money, bəli bu düzgün variantdır. Some areas of brain combine information from several senses olardı. Several'dan sonra cəm isim olar. Some'dan sonra da sayılan isim cəmdə gələrdi. D variantı many of amusement park, many of'dan sonra Z olardı. Ona görə bu da səhvdir. E variantında decisions about how to use public money must be made rationally with careful consideration given too much criteria bildiyimiz kimi cəm isim olduğuna görə burada match yox, many olmalıydı. Ona görə də E variantda səhvdir. Cavabımız B variantıdır. Növbəti sualımız 14-cü sual. In which of the sentence below is the quantifier wrongly used? Səhv işlənəni bizdən istəyir. You have got some interesting ideas, but have you got any money to back them? Bu düzdür. The vote was split. Half were in favor of the mention, half were against it. Bu da düzdür. Half üstəgəl cəm isim, yəni cəm xəbər. C variantı many people are multilingual, but very few people speak more than 10 language. Burada da səhvlik yoxdur. There is nothing I like better than a good book, but I haven't done much reading for pleasure lately. Bu da düzgündür. Not all of people are friendly, but most of the people have kind heart. Burada da Z olmalıydı. Ona görə də cavabımız E variantıdır. Bundan əlavə həmçinin not all of, burada da Z artikli olmalıydı. Ona görə də bu variant tamamilə səhvdir. Növbəti sualımız 15-ci sual. In which of the sentences below is the quantifier wrongly used? Yenə də bizdən səhv işlənəni istəyir. I have talked to Josh and Sarah, but I haven't talked to the other students yet. Burada səhvlik yoxdur. The teacher gave each of the students a piece of paper. Each of the students, burada da yenə səhvlik yoxdur. We invited a few friends over to our house for a barbecue. Burada da səhvlik yoxdur. A few friends. I have been to New Zealand, Australia and many other countries. Burada da səhv yoxdur. Many other countries doğrudur. Many'yə görə cəm isim gəlir. Where is the other? Others'dan sonra bildiyimiz kimi isim işlənməzdi. Yəni ya is the others olardı ya da ki where is the other shoe olardı. Həm də others, where is others olanda cəm yanında isim işlədə bilməriz. There is only this one in the shoe rack. Bu variant səhvdir. 16-cı sual find out the correct variant. Bizdən düzgün variant istəyir, düzgün seçimi istəyir. Over və time was. Burada time sayılmayan isimdir, xəbər təkdədir. Buna görə də biz işlənə bilməyən variantları, yəni A və C-ni çıxırıq. Növbəti tərəfdə baxırıq ki, to go, stormy sifətdən sonra nə gələ bilər? Enough gələ bilər. Amma quiet gələ bilməz. Quiet bilir ki, sifətdən əvvəl gəlir. Ona görə də baxırıq mənaya. Little of our time was wasted indoors during. Çox az vaxtı biz içəridə hədər elədik. Çox az little bilirik ki, əgər qarşısında artikel yoxdursa, bu heçə bərabərdir. Ona görə bu variantda uyğun gəlmir. E variantı daha uyğun gəlir. Much of our time, vaxtımızın çox hissəsini biz deyir, hədər etdik. Ona görə də cavabımız E variantıdır. 17-ci suala find out the wrong variant. Bizdən səhv istəyir. We could search much of the forest within 4 hours. Search much of the forest. Burada bəli, much of, yəni çox hissəsini. Most of wool has been exported. Most of wool. Burada most of the wool olardı. Ona görə səhv variant B-dir. The dog followed them passing by several of the corners. Bəli, several cəm isim. At this wet market many fish is fresh. Many üstəgəl E varsa article fish təkdədir. Bəli, xəbər də təkdədir. Only a few of candidates guessed the correct answers. Only a few üstəgəl cəm isim. Bəli, bu da düzgün variantdır. Səhv variantımız
B variantıdır. 18-ci sual find out the correct phrases. Burada bizdən quantifiers-ın düzgün işlənmə formalarını istəyir. An enough challenging task. Bildiyimiz kimi challenging sözü, yəni sifət enoughdan əvvəl gələrdi. Yəni ikinci variantdakı kimi bir səhvdir. 2-də a challenging enough task. Bəli, bu düzdür. Çünki sifətdən sonra isimdən əvvəl gəlir. Bəli, bu düzgün variantdır. So a sudden caustory. So yox. Bildiyimiz kimi so'dan sonra sifət gələr. Ona görə də so sudden caustory call olacaq idi. So a sudden caustory. Burada o zaman saç işlənməli idi. Ona görə də bu səhvdir. Most developed countries. Most developed countries. Bəli, bu düzgündür. Most üstəgəl sifət, üstəgəl cəm isim. Düzdür. Most countries də bəli bilirik ki, most üstəgəl cəm isim işlənə bilər. Ona görə də cavabımız B variantı uyğun variantdır. Yenə də 19-cu sualda bizdən düzgün frazaları istəyir. Plenty of olmalı idi, yoxdur. Ona görə bir getdi. All of them variantı da getdi. Növbəti quite a few years absence. Bəli, quite üstəgəl, a few üstəgəl cəm isim olmalı idi. Ona görə 2 də getdi. Və bizdən so more touchable clothes. Burada bildiyimiz kimi so'dan sonra əgər sifət varsa orada tək isim olmalı idi. So more touchable olmaz. Ona görə o da səhvdir. 4-də several of de olardı. Nominated movies, ona görə 4-də səhvdir. 5-də a huge amount of burada sayılmayan isim olmalı idi. A huge amount of sayılmayan isimlə işlənir. A good many tickets. Bəli, bu düzgün variantdır. A good many tickets. Ona görə də cavabımız C variantıdır. Və keçdik 20-ci suala. Find out the most appropriate option. Düzgün, ən uyğun olan düzgün variantı bizdən istəyir. Yenə də baxırıq burada, görürük ki, of my partner, so the duration wouldn't be to cover all the information, so of the presentation was skipped. Deməli, baxırıq ki, of my partners'dan sonra cəm isimlərlə işlənə bilər. Most işlənə bilər. Very, a few olmaz. Very'dən sonra few olardı. The most'dan sonra da sifət gələr. Ona görə the most'u da silirik. Qalır digərləri. Through the duration wouldn't be. Be-dən sonra bilirik ki, bizdə cəmiyyət bildirən söz yox. Zərf işlənməlidir, yəni sifət işlənməlidir. Ona görə də several da burada getdi. Qaldı A və C variantları. Baxaq indi tərcüməyə. Most of my partners through the duration wouldn't be enough or much to cover all the information, so much of the. Deməli, ona görə də deyir prezentasiyanın, təqdimatın az hissəsi ötürüldü, yoxsa çox hissəsi? Əlbəttə ki, çox hissəsi ötürüldü. Ona görə də variantımız A variantı daha uyğun gəlir. 21-ci sualda isə find out the correct variant, düzgün variantı bizdən istəyir. Although there are intelligent people, xəbər də cəmdədir, insanlar da cəmdədir. Ona görə də baxırıq. Plenty of olardı, ona görə A variantı getdi. Much'dan sonra cəm isim olmaz. Many, several, lots of düzdür. In our country. Have yenə xəbər təkdə cəmdə olduğu üçün have opportunity to realize their ideas. Only a few have, a few düzgün gəlir. A little olmaz. Quite a few uyğun gələ bilər. İndi baxırıq tərcüməyə. Although there are many intelligent people in our country. Also bizə ziddiyyət verdiyi üçün burada lots of, ikisi də mənfi, müsbət mənada yox, biri müsbət, biri mənfi mənada olmalıdır. Lots of-la quite a few, ikisi də müsbət mənalı olduğuna görə onları da silirik. Cavabımız C variantıdır. 22-ci suala find out the appropriate variant for the sentences below. Bizdən düzgün, uyğun olan variantı istəyir. People, baxırıq ki, cəmdədir. Buna görə də bizə cəmlə işlənə biləcək lazımdır. Hamısı
cəmlə işlənə biləcək variantlardır. Birinci tərəfdə die young now than in the 20th century. Növbəti tərəfdə I had time. Time bilirik ki, sayılmayan isimdir. Only a little, little, less time, the least time. Zən olduğuna görə biz bu variantı silirik. Bilirik ki, bizdə zən olduğuna görə a little time olmaz. Only little, less-i saxlayırıq və gedirik birinci tərəfə. Very people time. Burada da yenə zən olduğuna görə bu variantda getdi. Cavabımız C variantıdır. Niyə görə? Zən olduğuna görə bilirik ki, bizdə müqayisə dərəcəsidir. Müqayisədə işlənmək üçün fewer people die young now than in the 20th century. Bu düzgündür. İkinci tərəfdə də yenə zən var. Buna görə yenə də I had less time to study than she did but had better result. Buna görə də cavabımız C variantıdır. 23-cü sual. In which of the sentences below is the quantifier correctly used? Düzgün işlənən cümləni bizdən istəyir. A variantı, a good player devotes many time and energy to practice. Burada many yox, much time olardı. B variantı, competition is basic part of human experience and shows up in much aspects of life. Much yox, many. I don't watch TV very little because there are hardly any television programs that I enjoy. I don't watch very little yox, much olardı burada. Çünki very little onsuz da özü də az, yox dərəcəsində də inkarlıq bildirir. Don't-dan sonra much yazılmalıydı. D variantı, if a door squeaks several drops of oil, several drops bəli düzdür. In the right places can prevent future troubles. Variant cavabımız D variantıdır. E variantı, it is impossible for one of human being to know every language olardı. Language yox. Ona görə də cavabımız D variantıdır. 24-cü suala baxırıq. In which of the sentences below is the quantifier correctly used? Yenə də bizdən düzgün işlənəni istəyir. There is only one of girls olardı. One of ifadəsindən sonra cəm isim gələr. Mr. Hoover gave a present to each child olardı. İçdən sonra tək isim olardı. It is important for every student. Every üstəgəl tək isim olardı. Every one of the members. Every one of'dan sonra cəm isim olar. Each one of your suitcase. Of'dan sonra cəm isimdir. Bəli, içdən sonra one gəlib. E variantı düzgün cavabdır. 25-ci sual. Find out the appropriate variant for the sentences given below. Burada da yenə bizdən düzgün, uyğun olanı istəyir. He was able to complete of the article. Baxırıq ki, burada təkdə olan isimdir. Ona görə də təklə işlənə biləcək, of və təklə işlənə biləcəkləri saxlayırıq. Most getdi. Most of'dan sonra cəm isim, more of'dan sonra cəm isim olmalıydı. Yerdə avtomatik olaraq bizdə ikinci, yəni B variantı qalır. Much of the article about the world's fresh water supply. A huge amount of fresh water is locked up in the ice that average over 2 km in thickness. Buna görə də cavabımız B variantıdır. Növbəti sualımız 26-cı sualdır. Find out the appropriate variant for the sentences given below. Yenə də burada bizdən uyğun olan variantı istəyir. In some highly developed countries, there are legacy classes for employees of whom never finished in high school. Yenə də of orada olduğu üçün burada bizə lazım deyil. Much of yenə cəm isimlərlə işlənir. Ona görə atırıq. Any of whom inkarda işlənərdi. Ona görə də getdi. Great deyiləndə sonra da cəm isim gələrdi. Many of whom never finished high school olar. İkinci tərəfdə even heavy fines and jail sentence make little difference. Difference sayılmayan isim olduğu üçün bəli, little bizdə uyğun variantdır. Cavabımız C variantıdır. 27-ci sual. In which of the sentences below is the quantifier correctly used? Burada bizdən düzgün işlənən kəmiyyət sözünü istəyir. A variantı, I can appreciate why this is such a big problem. Bildiyimiz kimi such üstəgəl tək isim varsa article olacaq və sifət üstəgəl isim. Bəli, bu düzgün variantdır. B variantı, he compensated for his lack of money by doing most of work. Most work olardı. Deməli,
Növbəti variant C variantında many of the cities olardı. Many of'dan sonra Z artikel işlənməlidir. Yenə D variantında da all of'dan sonra da yenə Z artikeli. One of the equipment in that room is made of wood. Equipment da sayılmayan isimdir. One of'dan sonra cəm isim gələrdi. Ona görə də E variantı düzgün cavabdır. 28-ci sual, find out the appropriate option for the sentences given below. Yenə bizdən uyğun seçimi istəyir. I spend time bilirik ki, sayılmayan isimdir. Ona görə də biz sayılmayan isimlə işlənə bilməyən atırıq. A number of üstəgəl cəm isim olar. A great many of yenə getdi. A good deal of time, a little of time, almostdan sonra da yenə olmaz. Deməli bizdə qaldı B və C variantları. About at night he sprang forward meters yəni cəm isimdir. A few meters, a great quantity of deməli sayılmayan isimlə işlənir. Ona görə də cavabımız B variantı uyğun. Which sentence has an inappropriate meaning? Uyğun olmayan, mənasının uyğun olmadığı cümləni bizdən istəyir. Ona görə də variantlara baxaq. A variantı, there were a few people on the beach, so we weren't completely alone. Bəli, a few people, çoxlu insan var idi. Biz ona görə də yalnız deyildik. B variantı, everyone should have a check-up with the dentist every 6 months. Burada da yenə every 6 months düzgün işlənib, məna uyğundur. Everyone, burada da everyone hər kəs deməkdir. Everyone should have, bu da düzgündür. C variantına baxırıq. We have little bread, so it is enough for dinner. Bilirik ki, little əgər qarşısında artikel yoxdursa, bu sıfıra bərabərdir. Yəni evdə çörək yoxdur deməkdir. Bu necə nahar üçün yetəri kifayət ola bilər. Ona görə də bu mənaca uyğun olmayan variantımız C variantıdır. We have lots of time to catch the plane. Let's relax. Bizim deyir, çox vaxtımız var təyyarəyə çatmaq üçün. Ona görə gəl rahatlanaq, sakitləşək. E variantı, they have very little knowledge about politics. Burada da yenə very little birləşi veridən sonra little artiklsız gələr və məna da uyğundur. Ona görə də C variantı bizdə səhvdir. 30-cu suala keçid edirik. Find out the right variant for the sentences given below. Burada da yenə bizdən düzgün variantı istəyir. I have thrown out of stale food. Yenə ofla istəyir. Many stale food sayılmayan isim olduğuna görə many getdi. The majority olar. A number of dan sonra cəm isim gələrdi. A large amount of olar. Bəli, bunları hələlik saxlayırıq. Photovoltaic cells have, burada ikinci tərəfdə cəm isim olduğuna görə baxırıq, match olmaz, ona görə atırıq. C variantında da a little advantage olmaz. Yerdə qalır E variantı, a large amount of stale food. Digər tərəfdən də several advantage over fossil fuels. Bəli, E variantı düzgün cavabdır. Keçirik 31-ci suala. Find out the appropriate variant for the sentences given below. Aşağıda verilən deməli cümlələrdən uyğun olanını bizdən istəyir. Hansı variantın uyğun olduğunu istəyir. Her husband tried to convince her to reject the food, but she would have of it. No'dan sonra of gəlməz. Buna görə də no getdi. Deməli bizim işarə olunan sözümüz food olduğuna görə sayılmayan isim olduğu üçün several'da işlənməz. Some qalar. Neither of it də yenə düzgün gəlmir. Sayılmayan isimlə işlənmir. Baxırıq növbəti varianta. Before the gathering that night there was olduğu üçün more cleaning up. A great many olmaz. Çünki cəm isim gələrdi. Ona görə də variantımız B variantıdır. Some of it, yenə some more cleaning, some more great
many cəm isimlə işlənir, amma bu tərəfdə sair mən isim işarə etdiyi üçün some olur. 32-ci sual, find out the appropriate variant for the sentences given below. Yenə də bizdən uyğun olan variantı istəyir. Not all of the children went outside. Bizdə children'dan gedir söhbət. Of them stayed. Yenə də bilirik ki, bizə cəm isim lazımdır. Some, both, a few, none of them, every one of them. Hamısı uyğun gəlir birinci tərəfə. İkinci tərəfdə I have to go to the supermarket because Lucy and Betty 2 nəfərdən söhbət getdiyi üçün bothlar bizdə uyğun gəlir. Each, all səhv variantdır. İndi baxaq tərcüməyə. Not all of the children went outside. Some of them stayed in the classroom. Uyğun gələ bilər. Every one of them. Every one of yuxarıda da var, aşağıda yazıblar. Ona görə i variantı da getdi. Cavabımız B variantı uyğun gələn cavabdır. Növbəti sualımız 33-cü sual. Which of the following option best complete the given sentences? Bizdən ən uyğun olan variantı istəyir. Hansı ki, bu cümləni tamamlaya bilər. Also, it has many benefits. Burada bizdən ziddiyyət var və bu tərəf many benefits deyir. Yəni çoxlu faydaları var. Green tea has also been found to have side effects. Artıq bu tərəfdə when consumed nə vaxt ki çox içilərsə, tükətilərsə, ona görə də növbəti tərəfimiz də mənfidir. Birinci tərəfimiz müsbət, digər tərəfimiz mənfi olmalıdır. Many ilə təzad olan olmalıdır. Very few olmaz. Only if a little olmaz. Very few-dırsa əgər müsbətlə mənfi mənə uyğun gəlmir. Baxmayaraq ki, çoxlu faydaları var. Çox az yəni mənfi tərəfləri var. Bu uyğun gəlmir. Very few bilirik ki, çox az deməkdir. Ona görə də also-ya uyğun gəlmir. A great deal of-dan sonra sayı mənə isim olar. The number of da yenə sayı mənasındadır. Ona görə uyğun gəlmir. Cavabımız B variantıdır. Gəlin bir də baxaq. Also it has many benefits. Baxmayaraq ki, çoxlu faydaları var. Green tea has also been found to have a number of side effects when consumed too much. Çoxlu içiləndə çoxlu mənfi tərəfləri var. Ona görə də cavabımız B variantı daha uyğundur. 34-cü sualda find out the appropriate variant, düzgün variantı bizdən istəyir. Morgan was shot once in a leg. Leg bilirik ki, 2 bədən üzvü olarsa biz orada iç işlədirik. Digər tərəfdən də bothdan sonra cəm isim gələrdi. İç bizdə düzgün variantdır. The others'dan sonra cəm isim gələrdi. Every 3 və daha artıq da işlənir. Other da yenə həmçinin digər mənasında 3 və daha artıq sözlərlə işlənir. 35-ci sual, find out the appropriate variant for this sentence given below. Yenə də var, cümlələri tamamlamaq üçün uyğun variantı bizdən istəyir. Hurry up, we only have time. Yenə sair mənisimdir. Before the coach leaves. Only'dan sonra bilirik ki, bizdə a little, a few işlənər. Ona görə də a few da həmçinin time-la işlənə bilməyəcəyinə görə getdi. Only'dan sonra little olmaz, a little olar. A lot of olmaz. Digər tərəfə baxırıq. The students have to leave. Burada da no-dan sonra of olmalıydı. Ona görə o da getdi. Yerdə qaldı A variantı düzgün cavabdır.